Mən bir neçə kəlmədə Nizami Gəncəvi yaradıcılığının sənətkarlıq xüsusiyyətlərindən, obrazlı dilindən qısaca məlumat verib, ondan sonra Nizami Gəncəvinin İskəndərnamə əsəri haqqında müəyyən qədər danışmaq istəyirəm. Nizami Gəncəvi həqiqi mənada ən böyük söz sənətkarıdır. Sözün obrazlı şəkildə deyilişini ifadə eləməyi bacaran böyük ustaddır. Bir misal deyim, deyir ki, payızı təsvir eləyir və bircə misrası var. Deyir ki, yelin ayağına dolaşdı xəzan. Görün, burada şəxsləndirmə nə qədər böyükdür, nə qədər güclüdür ki, yeli, küləyi canlı insana bənzədir və insan ki, o xəzəl tökülən vaxtı, ilin xəzan fəslində gedəndə ki, onun ayağına yarpaqlar dolaşır və yelin də əsməsi zamanı o xəzəllərin o bu üzə yuvarlanmasını bu cür gözəl mənalandırır ki, yelin ayağına dolaşdı xəzan. Bax, bundan yüksək sənət nümunəsi, misal tapıb göstərmək mümkün deyil. Yaxud da ki, bəzən görürsən ki, bizim indiki şairlərin çoxu, həddən artıq nərgiz gözdür, gözlərin nərgizdir və s. müəyyən qədər epitetlər, təşbihlər işlədirlər və hesab eləyirlər ki, bunlar ən gözəl şəkildə, ən gözəl bir bədii söz yaradıblar. Amma Nizami Gəncəvi bircə kəlmə söz işlədir ki, yenə bircə misra ki, deməli, qız qoşan nərgizdən tökdü gül suyu. Bir sözün dəyərinə fikir verin. Qızın gözlərini qoşan nərgizə bənzədir və bu qoşan nərgizdən, gözlərdən tökülən suyu da gül suyuna bənzədir. Bax, bədii sənətkarlıq təşbihdən, bədii ümumiyyətlə təsvir ifadə vasitələrindən istifadə görün nə qədər canlıdır, nə qədər gözəldir, nə qədər cazibəlidir. Yaxud da başqa bir misal deyim, deyir ki, balığa çatırdı yerin naləsi. Bu yer üzərində olan o haqsızlıqdan, zülümdən törənən ki, o nalə var. Bu təkcə yerin üzərində qalmaqla kifayətlənmir. Təkcə göylərə qalxmır. Həm də bu nalə o dəryanın alt qatlarına çatıb, yenir orada balıqlara da çatır. Bax, bu mənada biz bəzən ən böyük qəzəl ustadı kimi, ən böyük qoşma ustadı kimi müəyyən söz adamlarını xatırlayırıq, onlarla məhəbbətlə danışırıq. Əlbəttə, bunlar da yerindədir, haqlıdır. Amma ilkinlik, möhtəşəmlik, bu qədər əhatəlilik məhz Nizami Gəncəvidən başlayır. Məhz onun əsərlərini oxuyanda həqiqi mənada adama elə gəlir ki, Nizami Gəncəvi dediyi kimi şeirdən ucalıq umma dünyada, çünki Nizami ilə qurtarır. O da fikri tamamilə həqiqətdir. İskəndərnamə poemasında, elə digər poemalarında da Nizami tarixi həqiqətlərə çox böyük üstünlük verir. Məsələn, deyək ki, Bərdənin vaxtı ilə Aranın anası adlanan şəhər olması, o şəhərin böyük mövqeyi, əhəmiyyəti və o şəhər haqqında Nizaminin məhəbbətlə danışması geniş yer tutur və öz dövrünün hökmdarlarına deyir ki, bu şəhər qədim zamanlarda belə abad idi. Əgər indi baxsanız, İndi isə yerində bu gözəl yurdun var sel yumuş dərə, qurumuş odun. Və bu şəhəri yenidən şaha xatırladır ki, əgər şahın əlinə imkan keçərsə, yenidən bura vəsait qoyarsa, bu şəhər yenə də abad olar
və həqiqi mənada aranın gözü, aranın anası səviyyəsinə yüksələ bilər. İskəndərnamə əsərində İskəndərin atasının kimliyi haqqında müxtəlif mənbələrdə müxtəlif məlumatlar var. Nizami Gəncəvi o mənbələrin hər birinə bir təhlili gözlə baxır, amma sonda qərar qəbul eləyir və özü də təsdiqləyir ki, İskəndər məhz Feyləqusun oğludur. Və şərqdən qərbə, qərbdən şərqə bir sivilizasiyanın, mədəniyyətin yayılmasında çox böyük xidmətləri olan dünyəvi bir hökmdardır. İskəndərlə bağlı bir epizodu da burada xatırlamağı lazım bilirəm. Deməli, xalq arasında bir məsəl var. Deyir, zülmətdə bir daş var. Götürən də peşmandır, götürməyən də peşmandır. Bu nə deməkdir? İskəndər qaranlıq dünyaya axtarışa çıxır, abi həyatı tapmaqdan ötürü. Xızırla ikisi də gedirlər, ancaq suyu tapsalar da İskəndər parıltılı sudan içir, Xızır isə adi sudan içir. İskəndərə ölməzlik verilir, Xızıra ölməzlik verilir. İskəndər isə artıq həyatının yaxınlaşdığını hiss eləyir və Xızır Peyğəmbər İskəndərlə gedən qoşun başçılarına deyir ki, kim nə istəsə buradakı daşlardan götürə bilər. Götürən də peşmandır, götürməyən də. Qoşundakı adamlardan biri deyir ki, mən sağ-salamat gəlmişəm, qayıtıb getsəm böyük şeydir, heç nə götürmür. Biri maraq üçün civinə bir daş götürür, qoyur. Biri də deyir, onsuz da gəlmişəm, bu yolu qaydıram, atının xurcununu qızılla daşla doldurur. Elə ki, işıqlı dünyaya çıxırlar, çıxanda baxırlar ki, bunların orada daş hesab elədiklərinin hamısı qiymətli ləl-cəvahirdir. Heç götürməyən peşman olur ki, kaş biraz da mən götürəydim. Az götürən peşman olur ki, kaş mən bir qədər də çox götürəydim. Bax, İskəndərlə bağlı xalq arasında bu məsəl bu gündə yaşayır ki, zülmətdə bir daş var. Götürən də peşmandır, götürməyən də peşmandır. İnşallah heç biriniz peşmanlıq hissləri yaşamayasınız. Sağ olun.